Salam əziz dostlar, əziz ovçular. Demək əziz qardaşlar, yeni məhsulları sizə göstərmək istəyirəm. Hamınız diqqətlə qulaq asın, xahiş eləyirəm. Demək qardaşlar, gecə görmə bu işıqların bir neçə növü var. Yəni bilənlər bilir, bilməyənlər də gəlsə, bütün növlərdən də var məndə bunun. Yəni izahatın dəqiqliyilə verə bilərəm. Bu gördüyünüz gecə görmə fanarı, gecə görmə deyirəm, gecəni gündüz edən fanarımız bizdə tapılmaqdadır. Və görürsən, mən bunu hara tuttum, bax. Bu işıqlıdır. Mən bunu tam sizə göstərə bilmirəm. İşıqlıdır, yəni bəlkə də o qədər mühit göstərə bilmirəm. Bax, gördüyünüz uzaq məsafə vurmaq qabiliyyətinə malikdir. İşığı özün təsirini görə bilirsiniz. Və indi bunu baxa bilərsiniz. Baxın, bizim necə deyim, qısadır yerimiz. Böyük olanda böyük abyomda göstərir və sizə belə bir fanarda göstərəcəm. Heç işığı yandırma ilə bunu baxa bilərsiniz. Belə bir fanarımız var. Ovçular çox vaxt ovda olarkən yemək yeyəndə çox əziyyət çəkə bilirlər və ağza qanadın yaxına gəlməməyində qarşısını alır. Və gördüyünüz bu fanar çox mükəmməl bir fanardır. Yəni adam nəsə bir iş görəndə, nəsə bir məşğuliyyət olanda bu çox qəşəng bir şeydir. Və bunu söndürüb və belə bir fanarı da var bunun. Baxa bilərsiniz. Yəni uzaq məsafə yol qət edənə bütün ovçuya lazım olan bir şeydir. Hələm-hələm zərərətkası da ölən bir şey deyil. Güclü bir işıqdır. Plus bunun belə bir yəni ortamda, yəni gecə getdiniz, hardasa qalanda işıq söndü, lap gedib məntəqədə oturubsan, işıqlar yanmadı. Həmin onda siz bundan istifadə edə bilərsiniz. Bu bizdə tapılmaqdadır. Cəlilabadda Lukoil və yanacaq doldurma məntəqəsi ilə üzbəyüzdür dükanımız. Demək, sən zəhmət olmasa işığı yandır. Bir də bütün ovçuları sevindirəcək bir hadisəni paylaşmaq istəyirəm. Belə gecəni görmə, məhdudu görmədə belə binokulumuz var. Baxa bilərsiniz. Gecəni rahat bir şəkildə məhdudu görmədə tamam aydın şəkildə görə bilirsiniz. Yəni uzaq yol getdiniz, hər hansı məsafəyə getdiniz, bunun burada düyməsi var. Basırsan, açırsan və həmin o gecə görməni görə bilirsən. Baxa bilərsiniz. Mən bunun qarşısını bağlayıram ki sizə buna olmaz. Bildin? Buna olmaz. Məhdudu görmədə olmaz. Bunu açsam ziyandır. Amma bunu belə bir şəkildə siz hər şeydə göstərə bilərsiniz, baxa bilərsiniz. Yəni bunun metodları